10 dekabr 2025-ci il. Xırdalan şəhərinin 26-cı məhəlləsində Həsənbəy Zərdabi küçəsində lüklardan kanalizasiya suları daşır. Vəziyyət bərbaddır. Göya ki, burada kanalizasiya sistemi yenidən qurulmuşdu, amma əvvəlkindən də pis hala düşüb. Sakinlər dəfələrlə bu barədə şikayət etsələr də, hələlik real tədbir görülməyib. Küçədə hərəkət çətinləşib, xüsusilə yağışlı havalarda vəziyyət daha da pisləşir. Uşaqların və yaşlıların yolda təhlükəsiz hərəkət etməsi mümkün deyil. Kanalizasiya sularının açıq şəkildə axması həm sanitariya baxımından, həm də ümumi yaşayış mühiti üçün ciddi problem yaradıb. İnsanlar ümid edirlər ki, məsul qurumlar tez bir zamanda məsələyə müdaxilə edəcək və problemi köklü şəkildə həll edəcəklər.